Salam, sabahınız xeyir. Güneş çıxıb, amma solibazınız kurtkada. Güneşə baxın. Nə gözəl çıxıb, tuta bilmirəm. Belə adamlar belə sərçələrin, quşların səsindən əsəbləşir. Mən amma elə deyirəm. Toxunmurlar mənim əsəbimə. Bəlkə nəsə başqa bir şey toxunar, amma onların səsi yox. Məsəl üçün, nəyəsə yanımda xırt-xırt yerlər, o məni dəli eləyir. O qədər uşaqların yanında demişəm ki, uşaqlarda da var. Bir adam çox yanında xırtıladığında əsəbləşirlər. Çox sağ olun, var olun, Allah razı olsun. Mənim balalarıma nə arzulayırsınızsa Allah onun 1000 milyon qatın sizlərin balasına qismət eləsin. Amin Allah, amin. Bugün həftənin 6-cı günü mən bu videonu başlatdım. Dünənki 2 günün videosuydu. Siz bu videonu izləyəndə solibazınız sutka işdə olacaq. Belə. İnşallah sağlıq olsun. Sonra 2 gün istirahət. Elə ki, səhər saat 9-da hava o qədər elə jürdə işıqlanır. Saat 9 deyiləm. Burada əvvəl bu zibil kutuları yox idi, nə qəşəydi. İndi təzə qoyublar. Belə aşır daşır. Çox gözəl günlərdir. Bu rəng mənim rəngimdir. Bu rəngə bayılırım. Oradan bura çıxana qədər hölləndim elə. İstiləndim. Külək yoxdur deyə. Deyirəm də, Bakınki budur. Külək yoxdursa hava əladır. Kartımızı da doldurduq. Gedək. Hələ 4 dəqiqə var. Metronun açılmalı. Hamı gözləyir. Günəş də düz üzümə vurur. Mən orada gedib durmuram. Millət hamı topalaşır ora qapının ağzına. Mən qıraqda dururum, açılır, hamı girəndən sonra mən gedib girirəm. Ki, orada durmağın nə mənası var? Mən də gedib çatıram vaqona, sən də gedib çatırsan. Hələ, 59 olmur mu? Bizim bu arvadlarımız var, ha. Xanımlarımız deyim. Qız qırırlar qapını, sındırırlar. Onsuz da bu tamam olan kimi açır da, siz o qapını qırdınız nə, qırmadınız nə? Sındırırlar, rəsmən qapını qırırlar. Aç. O yazıq da görəvin yerinə getirir və açılır. Hamı girir. O yazıqlar da öz vəzifəsinin yerinə getirir. Nə edərsin? Sən qırsan nə, qırmasan nə?
16:02. Bu həftə özümə fikir vermişəm. Səhərin kofesi məni ayıltmır. Birbaşa kofe içirəm. Birinci su içirəm bir stəkan. Sonra kofe içirəm. Elə gün ərzində içdiyim su olur. İnanırsınız. Su çiçəyində elə qəşəng öyrənmişdim ki, su içməyi. Gündə 2 litr içirdim. Biz belə gərək başımıza bir hadisə gələ, su içməyə başlayaq. Küçə baca sakitçiliyidir. Niyə? Çünki 6-cı gündə adam insan yoxdur. Belə gedeyim deyirəm. Yol gedə-gedə onu fikirləşirəm ki, gedib nə pişirəcəm. Bu nəyinsə iyi gəlir. İydə ağacı. Deyirəm ki, hansı ağacın iyi gəlir? İydə ağacı. Elə tünd gəlir ki, qoxusu. Görəm çox adam maşını qırır, içsin zadına qoyur. Neysə. Fikirləşirəm nə pişirim. Evdə Anjela Gül gələndə yarpaq dolması eləmişdim. Ətin çox eləmişdim, qalıb. Yarpağım qutardı, qaldı. Dedim, bəlkə gedim sveç yarpaq alım. Mən sveç yarpaqdan dolma heç sevmirəm. Bilmirəm, hərəm bir belə ağız dadı var da. Mən elə başa düşürəm, elə bilirəm ki, ağız dadıma yəni o uyğundur ki, yarpaq dolması duzlu olmalıdır. Keçən Sevincin Leydi Nuray bacımızın. Sevincin kanalında gördüm ki, Sevinç eşi duzlu suya batırdım çıxartdı. Həqiqətən ağıl-ağıldan üstündə deyirlər, yoxsa örgənməyin yaşı yoxdur deyirlər, bilmirəm. Yəni adi o duzdur da, onu mən bilmirdim, heç eləməmişəm də. Gördüm ki, ataş demişəm, mantıqlı gəldi ki, duzlu suya batıranda yarpaq duzlu olacaq. İndi görüm, Araz tərəf çıxıram. Görüm, əgər yarpaq olsa, o əti çıxardım. Hazırdır, bir dənə büküb pişirməyə qalır. Onu eləyərəm, əl olar. Olmasa da həyətimizdəki meyvə tərəvəzdə mütləq yarpaq olar. Görək. Yanına da nəsə eləmək lazımdır, başqa bir şey. Hələ bununla belə elə biləm ki, baygınlıq keçirdəcəm. Külək yoxdur, istidir. İki gün bundan qabaqki videonun altına çox yorumlar yazdınız. Deyirəm də Allah sizdən razı olsun. Mənim balalarıma bir dua edirsinizsə, Allah onun 1000 qatını sizlərə qaytarsın. Amin Allah, amin. Allah bütün balaları qorusun. Bizimkiler de içində. Belə olur, adam sətəlcəm olur da. Günəş vuran yer çox isti. Çölcü olan yerdən çox soyuq. Tabii, vallahi qurt qazat geyməyəcəm. Nə tər deyirlər, o məsəl var, tərrə, çərrə deyir, nə deyir. Ondan da bizimki. Daha çatdım. Bu binanın arxasını keçirəm, Arazdır, onda keçirəm, evimdir. Bir də qızlar deyir, Sali, kirayə ev, satdıq ev, oralar. Qızlar, gözünün qabağında mən işə gedirəm, işdən də evə gəlirəm. Vallahi elə mənim ətrafım yoxdur da. Yəni burada 5 il də olsa yaşadım. 5 deyil, burada yaşadığımız çoxdur. Öz evimdə 5 ildir. 3 ildə kiraya qalmışıq. Yəni Əhmədlidə. Mənim elə ətrafım yoxdur da. Həm də bir izləyicim yazdı ki, sual verdim, cavab vermədiniz, ola bilsin görməmişsiniz. Ola bilsin bacım, orada da yazdım yorumda. Köhnə videonun altına yəqin ki, siz yazmışsınız. Əgər görürəmsə, həmin dəqiqədə cavab verirəm. Bacımız yazıb ki, siz kənd Əhmədlidə olursunuz, biz həyət ev istəyirik. Yox bacım, biz Niyapol qurğundan bir tık üst məhəllədə yaşayırıq.
Biz Kənd Əhmədidə yaşamırıq. Bu krasovkamdakı əsəbləşdirmədim. Xoşum gəlir rahat krasovkadan. Yerirəm, elə tufli geyimsə tak 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 tak. Niyə belə səs çıxardır? Elə də bərk krasovka dövrə, yəni ki, bərkdir. Bu gözəllər. Yeridicə, bax, yumuşaqdır. Yeridicə qəribə səslər çıxardır. Birdən yadıma düşür ki, mən niyə oradan alıram ki, yarpaq ərazdan? Həm qatıq alırım 6-cı gündür, həm də yarpaq gətirər də yəqin ki. Buradan alırım. Qatıq aldım, gəldim evə. Yarpaq aldım. Yarpaq mənə baxır, mən yarpağa baxıram. Bulyon çıxartdım. Əti çıxartdım, hansı ki dedim hazırdır. Onu çıxartmışam, yarpaq dolması eləyəcəm. Öz pastellərimi çıxartdım, qoşmuşam, orada yuyulur. Yumurta pişirdim, həm Nərgiz yedi, həm özüm yedim. Mən yiyəndən sonra bir belə yorğunluq çökür, bir 10 dəqiqə kimi otururam, burada qalıram. Həmişə elə olmuşam, indi yox. Şamaxda da heç işləməyən vaxt mən belə idim. Səhər-səhər yumurta zat yerdim, ya səhər yeməyimi yerdimsə, hamını yola salırdım. Sonra rahat bir 10 dəqiqə, 15 dəqiqə otururdum. Sonra başlayırdım işə gücə. Qəşəng çayımı da içdim, amma yenə çay istəyirəm. Niyə? Balaca fincandan içmişəm. Bir dənə qəşəng çay süb içəcəm, təzə dəmlədim çayım zadını. Amma bu tərəflərə bomba düşübmü? Düşüb. Buranı yığışdırağım. Yeməyim hazırdır. Dolma bükmək mənim üçün çətin olsa da, amma hazırdır. Əti zada əsas qarışdırmayacağım. Yəni götürüb bükəcəm. Yarpağı da duzlu suda pörtlədim. Buraları bir dənə qəşəng yığış eləyim. Ondan sonra başlayalım. Başqa nə söyləyəcəm? Bayaq öz-özümə dedim ki, inşallah ki işimi çatdıraram. Nə dedim? Qız getdi. Hə, ipdəki paltarları deyirəm, nə deyəcəkdim? Vallahi gedir başım. İpdəki paltarları yığacam. Orada Ataşın pasteli zat var. Bir də nə bilim, mayka zat var, ütlənməlidir, yəni hamısı ütlənməlidir. Onları yığıb ütləyəcəm. Dünən işə gedəndə qaçaqonla gördünüz, dedim də sizə. Ütlədim, çıxdım. Bir dənə dünənkindən donum qalıb. Vəssalam, onları da ona qatıb ütləyəcəm. Birinci günə çox işim olmasın, çünki bugün gedib birinci gün gələcəm. Gələndə də bilirsiniz də. İşim gücüm çox olur. İnşallah sağlıq olsun. Dəqiq bilmirəm, amma Anjela Devkana gəlmək istəyirik Səmi xadınıyla. Bəlkə gəldilər, gəlsələr. Ona görə nədir? Tez-tez evzadı. Yer yığış eləyəcəm, sonralarım üçün hazırlıq görərəm inşallah. Aldığım qatıq, indi qoyacam xaladelikə. Sizə də bunu göstərim. Görün nə tər qatıq çalmışam. Özü elə maşallah yağlı qatıq südlüydü. Baxın, çox qəşəngdir də belə daş kimi. Amma gəlin görün ki, baldır, bal yemək olmur. Yeyə bilmədilər də uşaqlar. Özüm belə yeyə bilmədim, nəyin ki uşaqlar, xaladelikdə idi. İndi bunu qoyacam, bir xeyli qalsın. Bəlkə biraz turşməzi olar. Onda nəsə eləyə bilər. Deyəsi ki, söyle, doyuq elə. Doyuğa da şirin olacaq. Turş olar, qatıq, bükən qatıq. Bu da biraz qoyun turşusu. Ondan sonra elə belə şirindir, əməlli başlı şirindir. Ondan sonra bəlkə doyuq eləyərəm. Bir də indi görüm, birinci gün evdə onunda keksdən zaddan pişirərəm. Belə şirniyyatın içində bilinməz. Ya piroq eləyərəm, baxarım da. Özümə deyirəm ki, olmaz, bu qabı qaşlardan çıxardırsın. İnanmazsın, o qədər qab yox, stolun üstünə yığmışam ki. Oraya yığdım ki, bura boş olsun. Məndən gül istəyirlər. Statusumda, WhatsAppda paylaşmışdım bənövşələrimi.
Hamı yazdı ki ondan istəyirəm, bundan istəyirəm. Mən əkə bilmirəm. Yarpaqdan bənövşə yarpağından əkilir. Mən onu əkə bilmirəm. Həmişə bacım başa salır. Belə ək, elə ək olmur məndə. Demək ki, tutmur da əlimdə. Dəfələrlə əkmişəm ha. Və Vüsalənin əlində qəşəng bitir. Bir də bacımın da əlində qəşəng bitir. Nəysə, indi mənə Vüsalə əkib birin. Nə istəyəcəm? Hə. Bu evdəki mən ayırmaq istəyirəm, o istəyənlərə əkib vermək istəyirəm. Boş qabım da var. Görək, bunu qırıq belə. Qoyacım balaca güldana, qısıl güllər. Xan deyir ki, mənə maraqlıdır, bu tumurcuqlar görəm açacaq, açmayacaq. Dedim, gözləyərik. Solana qədər gözləyərik. Bunun ağacından gətirib Seyidxan əkib həyətə. İnşallah ki, bitər. Bu da bir neçə gün burada gözəlliyi olsun. Bir izləyicim yazıb ki, suyunuz nə zəif gəlir. Bacım, suyumuz zəif gəlmir. Mən o videoda qabları yuyuram, amma yaxalamağı siz üçün göstərmirəm. Qabı yuyanda mən belə açıram suyu. Güya ki, ekonom eləyirəm. Bəzi qızlar da yazır ki, ekonom eləyirsənsə, qabın içə əvvəlki videoların altına yazırlar. Qabın içinə doldur, el elə, həm şampun az gedir, həm də su az gedir. Nə bilim, da belə rahatdır deyə belə edirəm. Amma suyumuz belə, əslində belə gəlir, naxurunu. Yaxşı gəlir. Bunu da yuyaq qaldırar. Hələlik ki, bir yarım saatlıq axırıncı qab olsun yumaq. Maşınla neçə dəqiqəsi qalıb? 9 dəqiqəsi qalıb. Ona qədər mən gedim qəşəng ifdəki paltarları yığım gətireyim. Sonra bunu dalıca rəngləri atacam. Ataşın məktəb paltarı zaten. Sonra onun da arxasıyla krasovkaları. Mən sizə çəkmədim. Xaladelnikimi təmizlədim, təmiz elədim. Düzdür, şüşələrin zadını çıxardıb yumadım. Onu ayda bir dəfə zad edirəm. Nə bilim, 2 aydan bir edirəm. Şüşələrini çıxardıb yumaq. Amma belə üçün səliqə salıram, silirəm, tez-tez edirəm onu. Onu elədim. Elə xaladelnikimin içindən nə qədərinə qab çıxdı. Biraz onda, biraz bunda, biraz bunda. Onlarla atılmalara atdım. Belə, bunu da qoya bura. Yine paltarlarımızı qəşəng yığaq gətirək. Buna bir dənə təmiz dəsmal çıxardaq. Niyə? Çünki dəsmalımız üzüldü. O qədər domestos edirəm ki, üzüldü. Hə, onu deyirəm, buranı niyə boş elədim? Deyirəm, bəlkə gətireyim, o gülləri ayrım əkeyim. Baxın, yoxsa həyətdən eləyim. Maçalka da burada qalsın, buzda çıxacaq benim qalın. Ətdə yavaş-yavaş donu açılmaq üzrədir. Bu da qəşəng yağlı bulyonumuz. Baxın, çıxan qabları. Nə qədərinə qab yumuşam. Bir izləyicim yazıb ki, deyir, bilirəm ki, ömrü çox istəyirsən. Amma deyir, demə də sənə qurban. Deyin ki, səni verən Allaha qurban. Qız diqqət edəcəm, bacım. Fikir verməmişəm, valla. Elə mən nə tər danışıramsa gündəlik, yəni həyatımda, o formada da sizinlə danışıram. Yəni kamera əlimə alacam deyə, danışığımı dəyişmirəm deyə. Ona görə elə bəzi sözlər elə nə tər var, elə də gedir. Belə, yığaq, aparaq, ütüləyək. Birinci işim ütləmək olanda, bunları yığan kimi ütüləyirəm. Onda mənə çətin. Bu yallasın çox verişdi. Onda çətin olmur da. Baxsam ki, ora qoyanda ki, qalsın, sonra ütüləyərəm. O soram olmur. Gəl elə sıraz ütüləyək. Bura qoyun. Bunları yığım aparım. Uy. Nərsin koftası düşdü. Vanların içine yığım aparım. Həm də o birisiləri gətirim sərim. O vaxt əlimizdə yuyurduq. Ondan sonra yığırdıq da, ütülürdük də, sərirdik də. İndi sağ olsun maşın yuyur. Sərməyə belə, vallahi hərdən özüm deyirəm, ərincəliyim tutur. Görən kimsə olaydı, bu paltarları səriydi. Siz məni ürək dirək verin, mən də sizə
İşlərimizi görək qutaraq. Buna inanırsınız, yeməyə saat neçədə vermişəm? Saat 7-də. İndi də saat 9-dur. Biraz yemişdi, uzanmışdı, təzədən indi başlayır yeməyə. Ayaq vermişdim. Ayağım belə suyun üçün sürə dolan. Düş də, buyur, düş. Kömür, gəl. Gəl düşək, gəl. Düş şəkərim, gəl. Gəl düşək aşağı. Gəl də, ha? Pambıq deyil, pambıq. Soruşurlarsa limon tükü tökülmür. Kızlar, internette yazın, neçə dəfə demişəm. Pudil cins it yazın. Gələcək. Nə tükü tökülmür, onların nə də iyi gəlmir. Belə düşən kimi hər dəfə bunu göstərənsə, siz bunu belə bunu hiss eləsəz, bilərsiniz ki, mən nə demək istəyirəm. Bu da evdəki kaktusumda əyri dəli bitmişdi deyə gətirdim, əkdim bura. Burada da tutub maşallah. Bu da tutub. Bu da böyüyəndə çox qəşəng olur. Belə qalındır. Bunu gördüm, gəldim. Çoxudur. Maşallah, maşallah. Artıq çoxalır, çox. Dözmədilər, gəldilər ikisi də. Hə, gəlin. Oraya gəlir. Rex inarsız təzə gəndə pilləkən düşüb çıxmaq bilmirdi. Kömür örgətdi ona. Ay Rex, rahatlaşdı sən başın gözün. Getdi gənələr. O qədər çox idi ki, təmizləməklə qutaran deyil idi. Tükü çox qəşəngdir. Rahatlaşdı sən ağzın, gözün, başın. Deyən görün burada var, əlimilə binəsi deyil. Deyən. Yerləri qalıb, yəqin çox soğurublar. Yeri qalıb. Yeri qalıb qıpqırmızı. Canım benim, canım. Heç bunda tükü tökülmür. Sonra Rex'in yemeğinden yemek istersen ye. Biraz şimdi buraları yine süpürürük. Pastelleri serdim, gəldim. Onlar orada qəşəng. Qurusun. Dünən dediyim bir dənə bidonum qalıb ütlənməli. Ütü də burada heç yığışdırıb aparmamışdım. İndi ipdən gətirdiyim pastel zat hamısını qatım, qarışdırım. Bunları ütlüyüm, qaldırım. Suyu qoydum balaca qazanda. Güyəşi qavrulmağı ekonom edir. Yox, zarafat edirəm. Yağ nə idi? Yarpaq azdı deyə. Ona görə dedim ki, böyük qazanın nə mənası var. Qəşəng duz vurdum. Bəlkə də çox vurdum, hə, duz. Qışqırırsınız, söyle, duzu çox elədi. Yoxdur, yarpaq duzlu olsun. Niyə? Bu ətə mən duzu az vurmuşam. İndi ətin duzuna mütləq baxmaq lazımdır. O, axırıncı dəfə pişirdiyim yarpaq, sveç yarpaq dörükdə. Özüm hazırladığım duzlu yarpaqdan idi. Qız məndəki ağıl qaynar suya götürüb əlimdən salıram. Mən əslində tutanda da belə tuturam.
Biraz qaynar suya inşallah sağlıq olsun bu il tutar. Belə qaynar suya nədir? Duz atıram. Buradan elə çıxardır, sırası sterilizə olunmuş bankalara yığıram, ağzını möhkəm bağlayıram. Nə çay istəyirsən? Gəl götür də bu tərəfi çəkilir, sən düşmürsün. Gəl. Al, bunu qaynadır. Özünsüz mən yarpağı çıxardacağım. Üç daş. İnşallah ki bu yarpaq çatar. Nə var hamısını salıram. Burada da apardım o birisi paltarları da sərdim, qaraları. Burada da divanın üzü, yastıq zat. Onlar atmışam yumağa. Yastıq zat yerine yastığın üzü zadı. Bu kamerada dəmirə düşür hər dəfə. Keçdi. Elə tutanda da bu boyda qazanda da eləmək olar. Vallahi az onsuz da eləyirik. İndi düzdür, dəstələmədim. Dedim daha boş-boşuna nəyə dəstələyim. Şey, bitdi. Belə tutmağı, indi mən bunu pişirmək üçün eləyirəm də. Belə tutmağı mənə Məlahət bacı öyrədib. İnanırsınız 2 ildir belə, indi bu il tutsam qismət olsa 3 il olacaq. Çox asan, həm yarpaq çox gözəl qalır bankada. Bax, sezondur, tutun. Dəstəliyin yarpağı, qaynar suyun içine bir gözə yarıda duz atın. Yarpaq həm qırduz olmur, həm də o qədər gözəl qabaq bu formada da qalır. Mən bu qış bükdüyüm yarpaqları hamınız gördünüz. Canlıda da bükdüm, videoda da bükdüm. Demək olar ki, hər həftə yarpaq dolması bükürdüm. Çünki yarpağımız bol-bol idi. Həm də bu il uşaqlar yarpaq dolması eşqinə düşüblər. Nəysə, yarpağı dəstələdiniz, belə duzlu qaynar suyun içine salırsınız, mən elədiyim kimi. Çıxardıb sıraz yanınızda tərtəmiz yuduğunuz banka, qaynar suyla sterilizə eləyin. İçinə su qalmasın. Qurulamayın, prosta suyun boşaldın da. Pörtdətdiyiniz yarpağı elə belə sulu mən götürdüyüm kimi götürün, yığın bankanın içinə. Siz onu hər dəfə doldurduqca bastalayırsınız, su üzünə çıxacaq. O su bəs eləyir ona. Daha nə duz vurmayın, nə də bir şey. Ağzın möhkəm, hava keçməsin. Möhkəm bağlayın, qoyun. İstəyir 10 il qalsın, o yarpağa heç nə olmur. Superdə qalır. İstəyən içinə bir kilə noxud da ata bilər, buğda da ata bilər. Yəni rəngin sarı olmağı üçün. Amma mən bütün qış bax işlətdiyim yarpaqların rəngi elə belə idi. Sarı. Heç nə olmur da, qaralıb eləmir. İstəməsəz atmayın. Bir dənə ondan əmin olun ki, qapaqdan hava keçməsin. Təzə qapaqlardan eləyin. Hava keçsə çürüyəcək. Quru yarpağın zadını başını buraxın. Mən də illərdən quru yarpaq işlətmişəm. Pay da veriblər. Quru yarpağın dadı, ləzzəti o dövrdə. Hə? Seyxan deyəcək qayğanaq. Baş üstə. Gətirim ona da yumurta pişirim, verim yesin, geçsin. Dolmanı sizsiz bükdüm, pişirdim. Kızlar, inanın bu dolmanın dadından yoxdur. Bunu bulyonla pişirmişəm deyə. Möhtəşəmdir daha, baxın bunu, yağına baxın. Çox dadlıdır, bir dənəsinin dadına baxdım. Əgər ki zinc sümükdən siz bulyon hazırlamırsınızsa, mütləq hazırlayın. Belə aşda, dolmada istifadə edin, özünüz görəsiniz ki superdir. Üstünə 1-2 dənə artıq yarpaq qaldı. Bu arada yarpaq tamına oldu. 2-3 dənə qaldı, onu da üstünə attım ki kəpin yığmaq üçün. Evdən çıxmağıma 20 dəqiqə qalıb. Bir çöldə külək, tufan başlayıb ki, inanmarsınız, qaçdım. Paltarların bir-ikisində nəmliyi var, amma qalan demək olar ki, hamısı quruyub. Tez bunları da qatdım, yığım, evdən çıxım. Ütlənməlilərə inanmıram, çatdıram, ütlüyəm. Amma nədir, qatlanmaları, məsələn, bu sportin şalvardır. Bunlar zadı ütlənməm. Bunları qatdım, yığım. Ondan sonra qaçım, gedim. Mən bilirsiniz, zaman kosmetika vurub evdən çıxanda
Mən də şalvar koftamı geyinirəm, əl üzümü yuyuram, dişimi fırçalayıb qaçıram, evdən çıxıram. Belə. Nə deyəcəkdim? Bir çox xanımlar yazıb ki, dünənki videonun altına. Allah razı olsun, heyvanları doyuzdurursunuz. Allah min əvəzin versin. Çox sağ olun. Allah hamınızdan razı olsun. Məndən çox eləyənlər də var. İnanın, mən elə insanlar görürəm. Yəni, onların yanında mənim elədiyim heç nədir. Amma gücüm çatan budur. Valla gücüm çatan budur. İmkanım olsa bütün heyvanları yedizdirərəm, doyuzduraram. Neynim? Allah mənə çox versin, mən də çox eləyim. O gün biz poliklinikaya gedəndə orada bir xanım qabda, qab idi, vedrə idi, qazan idi, bilmirəm, klokun içində hazırlayıb, qaşıq əlində, inanırsınız, pişiklərin qablarına doldurur, tökür, düz poliklinikanın qabağında. Elə sevindim ki, deyirəm, ay Allah, çox şükür, belə insanlar var. Məndən də çox yaxşı eləyənlər var. Amma dediyim kimi, mən əlimdən bu gəlir də, başqa heç nə hələ ki eləyə bilmirəm. Rex'i soruşursunuz, Rex özü gəlib. Özü gəlib, biz də buraxmırıq. Rex'in sayəsində Ataş otağından bayıra çıxır. İnanın, o qədər sevinirəm ki. Çıxır, həyətə onu oynadır. Ataşın köynəyi çatdırıb ütüləyə bilmədim. Bunları ütlənmələrin üstünə atım. Neyim, birinci gün gələndə Allah qoysa, ütüləyərəm, verərəm, tez giyinər. Varam sonra qoyuram ütlənmələrin üstünə. Çıxdım evdən. Raketi geyindim. Elə soyuqdur, amma yenə də geyindim. Hər ehtimala qarşı birinci gün gələndə birdən soyuq olar. Paltarları yaxşı həll elədi. Ondan sonra qaldı bir o ütlənməli paltarlar. Heç olmaz olardı birinci gün ütüləyərəm. Bilən qızlar, gedim mən. Sağ olun, sağlıqla qalın. Allah əmanət olun. İnşallah qismət olarsa görüşərik.